Bugünkü funksiyamızda logical testin əsas funksiyalarından biri olan if funksiyasını sizlərə təqdim edirik. Deməli, bu funksiya nə edir? Diqqətlə qulaq asaq. Bu funksiya verilən logical testə əsasən, yəni verdiyimiz şərtə əsasən if value true və if value false. Yəni istədiyimiz cavabı qaytarır, olmasa digər cavabı qaytarır. Nə üçün bu vacibdir? Böyük databaselərdə işləyərkən bu bizə həm safelik, sürətlik verəcək, həm də ki növbəti dərslərdə keçəcəyimiz ifs, if and, if error, if NA və digər funksiyalarda bizə daha çevik olmamıza kömək edəcək. Həm də böyük işlərin qarşısında daha yaxşı dayanmamıza imkan verəcək. Keçək dərsimizə və funksiyanı dərindən öyrənək, həm də funksiyanı öyrənməklə bərabər praktik edək. Deməli dostlar, bu if'in işləmə prinsipini yoxlayaq, bir baxaq, bir dəqiqə belə işləyir. Deməli, if nə edir? If istəyir ki, mənə müəyyən bir şərti qoy, mən də həmin şərt düzdürsə bu cavab verim, düz deyilsə o birisi cavab verim. İndi biz bunu başa düşmək üçün nə etməliyik? Birinci buranı bir silirəm. Burada gördüyünüz kimi Asim, məsələn, tələbələr, bu da balları. Bunu da buradan 51 edək. İndi if hardadır? Gəliriz, məsələn, homedadır, boş olanda. Gəliriz logicala. Logicalın ən əvəz edilməz funksiyalarından biridir, yəni çox istifadə olunur. If'i açdınız. Şərtimizi qoymalıyıq mütləq. Böyükdür 51-dən. Özüm də aşağı yazmışam. Əgər bal 51-dən böyükdürsə keçsin, yoxsa kəsilsin. İndi düzdürsə if value true. Logical test deməli bizim şərtimizdir. Şərtimizi yazırıq ora. If value true nədir? Əgər logical testimiz düzdürsə istədiyimiz cavab, if value false da olmasa o birisi cavab versin, istəmədiyimiz. Başqa cavab. Keçsin. Kəsilsin. Bəli. Result ok. Kəsilsin. Çünki 51-dən böyük istəmişdim. Amma gəlib bura 51.1, 51.1 yazsam keçsin. Ya da bu funksiyanın o birisi mən istəyən əllə versiyasını yazacaq. Nə üçün mən əl versiyasını üstünlük verirəm? Çünki növbəti dərslərimizdə əgər izləmədə qalıb baxsaz, if for, if and keçəndə bu funksiyaları biz əllə yaradırıq. Və bu gördüyümüz kimi logical testdə and var, or var, if var. Biz bunları ikisini bir yerə qoymalıyıq. Bir qəşəng bir funksiya əmələ gətirməliyik. Bu üçün də mən əllə yazma üsuluna daha çox üstünlük verirəm. Amma bəzən vaxt olmadıqda tez olması üçün logical testini açıb bir funksiyanı random işləyirəm. Yazırıq. Plus ya da bərabər. İkisi eyni şeydir. If atdıq mötərizə. Gördüyünüz kimi logical test yandı. If var. Deməli düz yoldayıq. Böyükdürsə 51-dən nöqtə vergül dırnaq keçsin. Yoxsa if value true. Gördüyünüz kimi bunu basan kimi bu işarə ikincini istəyir. Kəsilsin. Bu qədər. Keçdi. Yəni ikisi eyni şeydir, gətirib eyni istada verir. Amma mən öz əllə yaratdığım üsulu daha çox bəyənirəm. İndi bu sizə aydın oldusa, nə gözəl, olmadısa kommentlərdə öz rəylərinizi yazarsınız. Bəlkə yenidən bir izah videosu çəkdik. Amma indi bunu siz dərk edin, anlayın, keçin növbətinə. Deməli dostlar, indi keçdik növbəti şərtimizə.
Yəni bu bonusu bir dənə silin. Burada gördüyünüz kimi bir if eləmişik. Bunu vaxtında aradan götürək. Nə yazmışam burada əslində? Yuxarıda gəldi. Maaşı 1000-dən az olanlara 50% bonus verilsin. Qalan özüm yazdım. Olmayanlara 0 verilsin. Yəni nə demək istəyirəm? Maaşın əgər 1000-dən azsa, maaşın yarısı sənin hesaba bonus olaraq yatırılır, olmasa 0 alırsan. Quru maaşı. Gəldik bonus tərəfə. İndi bu səfər faiz oyan bir yan. Bunu da burada öyrədək də. Deməli faiz hesablayırıq. Yazdıq. Burada xana kiçikdir 1000-dən, böyük yox. Götürdük. Burada biraz başqa söhbətdir. Çünki biraz qəlizdir. Yüngül başa salacağıq. Maaşı götürdük. Vurma işarəsi 50%. Normal 50%'imizi yazdıq. Burada vurma bölmə işləri. Olmasa həmin maaşı vurduq 0%. Deməli atdıq. Nəsə istədi. Qoşa mötərizə atıb enter. Belə şeylər eləyən deyil. Deməli dostlar, yaxından baxaq. 456 manat alan işçi birin bonusu 228 manat oldu. Yəni niyə? Çünki bunun maaşı 1000-dən azdır. Amma işçi 4-ün maaşı 1000-dir, 0 manat alır. Niyə? Maaşı 1000-dən az deyil, hələ 1000-dir. İndi total salary məsələn bunu gətirib 9000 eləsəm, 0 yoxsa. İndi total salary'ni özüm yazdım bir yüngül məşq üçün köhnə dərslərdə. Əgər bu total salary'nin toplama çıxmanı da zəifliyiniz varsa, mənim ən birinci videoma girib baxıb öyrənə bilərsiniz. Yazdıq bərabərdir. Bunu götürdük. Üstə gəl. Bax. Atdıq enter 9000. Gəldik bura. Qara və salam. Bu qədər sadə. Əgər bu videonun faydalı olduğunu düşünürsənsə, like edib abunə olmağı unutma ki, növbəti dərslərə, həm də ki, kanalın alqoritminə dəstək olarsan. Bir də ki, əgər sualınız olsa, kommentlərdə hər zaman cevablamağa hazıram. Ağılla düşürsən, hər şeyin üstəsindən gələrsən.